Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda da 11-lərə dəstək olaraq adi kəsirlər mövzusundan seçmə suallar izah edəcəm. Başlayaq suala. Demək, birinci bölmədən 28-ci sualı həll edirik. Deyir ki, kəsirlərdən hansının surətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Demək, bunu variantlardan istifadə etməklə də tapmaq olar. Və yaxud da ki, özümüzdən hər hansı bir kəsir götürürük. Məsələn, M-də N kəsiri. Deyir, hansının surətinə 21, məxrəcinə 35 əlavə etsək, onun qiyməti dəyişməz. Yəni, surətinə 21, məxrəcə də 35 əlavə etdik və kəsirin ümumi qiyməti dəyişmədi. Yəni, N bölü M olaraq qaldı. Onda tənasübün əsas xassəsini istifadə edək, çarpaz vura bunları. Məsələn, M vurulsun N plus 21 bərabərdir N vurulsun N plus 35. Vurub açsaq mötərizəni M-in üstə gəlsin 21M bərabərdir M-in üstə gəlsin 35-in. M-inləri bir tərəfə geçsək M-inlər 0 eləyəcək. Buradan alırıq ki 21M bərabərdir 35-inə. Və 7-yə xısa desək hər iki tərəfi 21M-i 7-yə böləndə 3M bərabərdir 5N-ə. Və buradan da demişik ki, M-in qarşısı N-in qiymətidir. Yəni, N olacaq 3K, M olacaq isə 5K. Yəni, 5-in misilləri M-i verəcək, 3-ün misilləri də N-i verəcək. Və gətirib, bunu biz öz kəsirimizdə, əvvəldən işarə etdiyimiz kəsirdə yerinə yazsaq, alarıq ki, N olacaq, yəni 3K bölünsün 5K və buradan da K-ları xısa gedəndən sonra qalacaq 5-də 3. Demək, həmin kəsir 5-də 3 kəsir imiş. Demək, 5-də 3 kəsirin surət və məxrəcinə, surətinə 21, məxrəcinə 35 əlavə etsək, onun qiyməti dəyişməz. Növbəti 40-cı suala nişan vurmuşuq, izah etmək üçün. Baxırıq 40-cı suala. Demək, 40-cı sualda deyir ki, 5-də 1 üstə gəlsin, 7-də 1 üstə gəlsin, 11-də 1 üstə gəlsin, 13-də 1 A olarsa, 5-də 4 üstə gəlsin, 7-də 6 üstə gəlsin, 11-də 10 üstə gəlsin, 13-də 12-ni deyir A-la ifadə. Nəyə bərabərdir? Yəni, A-la ifadə olunub. Fərz eləyək ki, X-a bərabərdir. Bunu müxtəlif formalarda həll eləmək olur. Bir üsulda tənliklər sistemi formasında. Necə? Yəni, burada məqsəd ədədləri tam ədədə çevirməkdir. Yəni, kəsirdən azad eləmək. Ola bilər ki, burada məsələn 5-də 1-lə 5-də 4 düzdür. Burada toplayanda tam ədəd edir, eləməyə bilər. Biz elə bir ədədə vurmalıyıq ki, toplayanda ya çıxanda tam ədəd eləsin. Burada ehtiyac olmur, çünki 5-də 1-lə 5-də 4 toplayanda tam ədəd eləyir, 1 eləyir. 7-də 6 ilə 7-də 1, 7-də 1 eləyir. 11-də 10 ilə 11-də 1-də 1 eləyir. Eyni qayda ilə 13-də 12 ilə 13-də 10 o da 1 eləyir. Toplamışıq deyə, yəni A plus X-a bərabər olacaq. Bu da 4 bərabərdir A plus X. Buradan X-i tapsaq 4 minus A. Yəni doğru cavab B variantı olacaq. Növbəti 48-ci suala diqqət edək. 48-ci sualda demək 1 bölünsün 1 vur 3, üstə gəlsin 1 bölünsün 3 vur 5. Üstə gəl 1 bölünsün 5 vur 7. Üstə gəl 1 bölünsün 7 vur 9 və 1 bölünsün 9 vursun 11. Demək, bunu iki formada həll edəcəyik. İkisini də yadda saxlamaq lazımdır. Çünki biri sonlu sayda olanda və biri də sonsuz sayda olan hal üçün doğru olacaq. Bunu saymaq, yəni kəsirlərin sayını bildiyimizə görə bunu sonlu sayda qayda ilə həll edəcəyik. Demək, kəsirlər məxrəcindəki vuruqlar arasındakı fərq eyni olarsa 3-lə 1, 2 eləyir, 5-lə 3, 2 qayda ilə. Onda birinci kəsirin ən kiçik vuruğu ilə məxrəcin, sonuncu kəsirin ən böyük vuruğun məxrəcdə hasilini tapırıq. 1 vur 11. Və kəsirin surətində də surətləri toplayırıq. 5 dənə 1 var, bu da 5 eləyəcək. Yəni, cavab 11-də 5 olacaq. Bir üsul budur. İkinci üsul nədir? İkinci üsul
1'də 1 ilə, yəni bu formada ayıracaqsınız. 11'də 1. Demək 1'də 1 elə 1 eləyir. Çıxılsın 11'də 1. Və nəticəni vuracaqsınız məxrəzdəki vurğular arasındakı fərqin tərsinə. 1 ilə 3 arasında 2-dir. 2'də 1'ə vuracaqsınız. Hamısında 2'dir deyə 2'də 1'ə vuracağıq. Bu da bizə verəcək 11'də. 1'dən 11'də 1 çıxanda 11'də 10 eləyir. Buranda 2'də 1'ə 11'dən 2 xısa gidəcək. 5 dəfə qalacaq cavab 11'də 5. Yəni cavab 11'də 5 olacaq. Məsələn 50 tipli suallarda sonsuz say qaydasından istifadə edəcəyik. Tutaq ki 1'də 1'dən çıxacaq 4n plus 1'də 1'ə. Vuracaq 1 ilə 5, 5 ilə 9 arasında fərq 4 olduğuna görə 4'də 1'ə vurub həll edəcək. Sonra 54-cü suala diqqət edək. 54-cü sualda deyir ki, n-in neçə tam qiymətində ifadəsini tam qiymətlər alar. Burada diqqət edək. Demək 54. N plus 5 vurulsun n minus 5. Çıxılsın 30, üstə gəlsin 31. Bölünsün n. Bərabərdir. Bu sadələşdirmək üçün əvvəlcə müxtəsər üçün tətbiq edək. N plus 5, n minus 5. Bu verəcək n kvadratı çıx 25. Üstə gəlsin 31 bölünsün n. N kvadratı plus 6 bölünsün n. Bölmənin paylanma xassını tətbiq edəcək. N kvadratı bölən üstə gəl 6 bölən. Yəni n plus 6 bölünsün n alarıq. Burada n onsuz da tam ədəddir. Nə versək onsuz tam qiymət olacaq. Bizə lazımdır 6 bölünsün n əsas tam olsun. Yəni n 6'nın bölündüyü tam ədədlər olmalıdır. İfadə özü də tam olması üçün n 6'nın bölündüyü tam ədədlər. Yəni müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 3 və müsbət mənfi 6 olacaq. Bizdən istəyən neçə tam qiymətində? 2, 4, 6, 8. Demək 8 doğru cavab olacaq. 57-ci sual. 57-ci sualda bizə demək A-nı verib 1'in kvadratı, üstə gəl 2'nin kvadratı, üstə gəl 3'ün kvadratı, üstə gəl nöqtələr, üstə gəl 16'ın kvadratı. Çıx 16. Məxrəcdə də 1 vur 3, 2 vur 4, 3 vur 5 və s. 15 vur 17. Bərabərdir. Demək, nə edirik? Və C-ni verib bizə. Birinci A-nı tapaq. Demək, burada diqqət eləsək, surətdə görərik ki, kvadrat olan ədədlər 16 dənədir. 1'in kvadratından 16'ın kvadratına qədər. Çıxılsın əlavə olaraq 16 var. Onda mən hər birinə mənfi 1 verirəm. Bu 16'nı burada yox eləyirəm. Yəni, yazıram 1'in kvadratı çıx 1. 2'nin kvadratı çıx 1. 3'ün kvadratı çıx 1 və s. 16'ın kvadratı çıx 1. Burada 16 dənə mənfi 1'i parçaladım. Məxrəcdə 1 vur 3, 2 vur 4, 8, 15 və s. Bu da 255. Bunun A bərabərdir. Surətdə 1'in kvadratı 1 çıx 1 0 eləyir. 0 yazmıram. 2'nin kvadratı 4 çıx 1 3. 9 çıx 1 8. Ondan sonra 4 gələcəkdir. 16 çıx 1 15 və s. 16'ın kvadratı 256 çıx 1 255. Məxrəcdə də 3 8 15 və s. 255. Demək, surətlə məxrəc eyni şey alındı. Demək, A-nın qiyməti 1 imiş. Keçirik C-yə. C bərabərdir, şəkildə görünür. 1 çıx 2'də 1. 1 çıx 2'də 1, yəni 2'də 2 çıx 2'də 1, 2'də 1 eləyir. 1 çıx 3'də 1, 3'də 3 çıx 3'də 1, 3'də 2 eləyir. 1 çıx 4'də 1, yəni 4'də 3. 1 çıx 5'də 1, 5'də 4. Vurulsun. Digərində də toplanmasıdır. 1 üstə gəl 5'də 1, 5'də 6. 1 üstə gəl 4'də 1, 4'də 5. 3'də 4 və 2'də 3. Bərabərdir. Buradan 2'lər gedəcək, 3'lər gedəcək, xısar, 4'lər gedəcək, sonra 5'lər gedəcək, 4'lər gedəcək, 3'lər gedəcək, 2 ilə də 6 gedəcək. Demək, 2 ilə də 6 gedəcək, 3. Qalacaq məxrəcdə 5, surətdə də 3. Onun C-nin qiyməti olacaq 500. Yəni 0,6. Bizdən istəyir AC hasilini. Average olacaq. A-nı 1 tapdıq. C-nin də 0,6. Onda doğru cavab 0,6 olacaq. Demək, davam edirik. Növbəti ikinci bölməsinə baxırıq. İkinci bölmədə 12-ci suala diqqət edirik. Deyək, kəsilərdən hansı sonlu onluq kəsr şəklində göstərilə bilər? Əvvəlcə sonlu onluq kəsirin nə olduğunu bilək.
Sonlu onluq kəsirdə əgər baxırıq birinci kəsirin ixtisar olunub olmadığına. İxtisar olunan, yəni tam ixtisar olunmuş kəsirin məxrəcinin vuruqları ancaq 2 və 5-lərdən ibarət olarsa, onda o sonlu onluq kəsir olacaq. Yox, 2 və 5-dən başqa bir ədəd olarsa, hər hansı bir başqa bir vuruq olarsa, onu sonlu onluq kəsir şəklində göstərə bilmərik. Bu bizə deyir ki, hansı göstərilə bilər. Məsələn, burada baxıram ki, birinci heç biri ixtisar olunmur. Demək, bunların məxrəcinə baxa bilərik birbaşa. Birinci kəsirin məxrəci 15 olduğuna görə 15-in sadə vurğularında 3-ə bölürük 5 dəfə. Demək, sadə vurğuları 3 və 5-dir. Tərkibində 3 var deyə bu sonlu deyil. Sonlu deyil. İkinci 28. 28-i böləndə 7 var deyə sonlu deyil. 48-i bölürük. 48-i böləndə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Tərkibində 3 var deyə sonlu deyil. 125. 125-i ayıran 5-ə 25, 5-ə 5, 5-ə 1. Diqqət edək, 2 və 5-dən fərqli bir vuruq olmadığına görə, demək bu sonludur. 54 da olmayacaq, çünki 54-ü 2-yə 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. 3-lər var deyə olmaz. Demək, bunun sonlu olan, bunların içərisində sonlu olan kəsir bir dənə 125-də 16 olacaq C variantı. Sonra 35. Məxrəci 18 olan, elə bu da bunun oxşardır. Məxrəci 18 olan düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsir şəklində göstərmək olar. Bunu da asan yolunu deyək. Demək, məxrəci 18 olan düzgün kəsirlər. 18-də 1-dən başlayır, 18-də 17-yə qədər. Deyir, neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Məsələn, təkcə 18-17-ni araşdırsaq, məxrəcinə baxıb qərar verməliyik. 18-in vurğularında 3 var deyə, demək sonlu olmaz. Amma ola bilər ki, həmin o 3 yoxa çıxsın, bu zaman bəlkə də ola bilər. Onu necə tapacaqsınız? Biz dedik ki, sonlu olması üçün bizə lazım olan vurğular 2 və 5-lərdir. Məxrəci 18 olan düzgün kəsirlərdən neçəsinin sonlu olduğunu tapmaq üçün 18-i vurğularını ayıracağıq. Vurğuların içərisindən 2 və 5-ləri tapacağıq. Burada bir dənə 2 var. 2 və 5-lərin hasilindən 1 çıxacaq. Burada bir dənə 2 olduğuna görə 2-dən 1 çıxır. Bir dənəsi sonlu olacaq. Məsələn, hansıdır? 18-də 9. Yəni, xısar gedir, 2-də 1 qalır. Odur. Amma test üsulu tapmaq üçün bundan istifadə edəcəksiniz. Məsələn, bu kiçik ədəd olduğuna görə bəlkə bunu şifahi də tapmaq olardı. Amma, məsələn, versəydi ki, məxrəci 1800 olan düzgün kəsirlərdir. Neçəsi sonlu onluq kəsir şəklində göstərə bilər. Onda artıq 1800 vurğularını ayırandan sonra 2 və 5-lərin hansını tapacaqsınız və nəticədən 1 çıxacaqsınız. Bu olacaq sonlu kəsirlərin sayı. 37-ci sualda baxırıq. N-in neçə natural qiymətində 3n-9 bölünsün n plus 1 kəsirinin qiyməti naturaldır. Bunun üçün eynilik. Bu tip suallarda ümumiyyətlə məxrəzdəki vurğudan sürətlə düzəldirik. Yəni, 3n-9-u 3 vurulsun n plus 1 formasında yazıram ki, məxrəcdə oxşasın. Burada 3n-9 olduğuna görə biz bunu vurub açanda görək nə qalır? 3n plus 3 qalır. Bu minus 9 olduğuna görə minus 12 yazıram ki, bunun açılışı buna bərabər olsun. Sonra bölmənin paylanma xassisini tətbiq edirəm. 3 vurulsun n plus 1, n plus 1-ə bölündə 3. Çıxılsın 12 bölünsün n plus 1. Artıq bizim bir dənə dəyişənimiz qaldı. Burada rahatdır ki, n-in yerinə artıq qiymət vermək olar. Deyir, n-in neçə natural qiymətində ifadəsinin qiyməti də naturaldır. Demək, n-ə natural qiymətlər verməliyik. Plusda ifadə özü də natural olmalıdır. Burada məlum məsələdir ki, bunun tam olması üçün n plus 1 12-nin bölündüyü ədədlər olmalıdır. Birinci budur, n plus 1 12-nin bölündüyü natural ədədlər olmalıdır. 1-ə bölünür, 2-yə bölünür. Sonra n plus 1 3 ola bilər. Çünki n plus 1 yeni 3 yazanda tam eləyəcək. Sonra n plus 1 4 də ola bilər. N plus 1. Sonra 6-ya bölünür 12. Bir də 12-yə bölünür. İndi baxırıq. N plus 1 olan halda n 0 edir. Bu natural olmadı. N'in natural qiymətini, yəni bunu ata bilərik. N plus 1 2 olarsa 12-ni 2 yerə bölündə 6 eləyər. 3-dən 6 çıxanda mənfi eləyər.
ifadə natural olmayacaq. Ona görə də n plus 1 2 də ola bilməz, 3 də ola bilməz. Çünki 12-ni 3 yerə bölən 4 eləyəcək, çıxanda mənfi eləyəcək. n plus 1 4 də ola bilməz. Çünki 4 qoyarıq, 12-dən 4-ə böləndə 3 eləyəcək, 3 çıxır 3 0 eləyəcək. Bizə deyir ki, n-in natural qiyməti olsun, ifadə özü də natural olsun. Artıq 6 ilə 12 qalıb. Bizdən 6 qoyanda 2 eləyir, 12 qoyanda 1 eləyir. Yəni 3-dən 2 çıxa bilirik. Natural eləyir, 1 də çıxanda natural eləyir. N-i istəmir, düzdür. Amma tapaq buradan n5 və n bərabər 11 olan halda doğru olacaq. Bu bizdən istəyir ki, neçə natural? Sayını istəyir. 2 dənə, B variantı. 48. 48-ə deyir ki, məxrəci 91 olan neçə ixtisar olunan düzün kəsir var. Demək, məxrəci 91 olan düzün kəsirlər 91-də 1-dən 91-də 90-a qədər olacaq. Neçə ixtisar olunan düzün? Bunun ixtisar olunanlarını tapmaq üçün birinci biz ixtisar olunmayanları tapmalıyıq və düzgün kəsirlərin sayından çıxmalıyıq. Burada dedik 91 olan 90 dənə düzgün kəsir var. Onda biz ixtisar olmayan üçün düstur var. Yəni ixtisar olmayan o demək ki, onunla qarşılıqlı sadə olsun. 91-dən kiçik 91 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün düstur bu idi. Demək 91 vurulsun. Mütərizədə 1 çıxılsın 7-də 1 vurulsun. 1 çıxılsın 13-də 1. Bərabərdir. Bu da bərabər 91 vurulsun. 1-dən 7-də 1 çıxanda 7-də 6. 1-dən 13-də 1 çıxanda 13-də 12. 7 vur 13 91 edir. 6 vur 12 72. Demək 72 dənəsi ixtisar olunmayandır. Yəni bu bizdən isə ixtisar olunan istəyir. Ümumi dedik ki 91-də 1-dən 91-də 90-a qədəri düzgün olduğuna görə cəmi burada 90 dənə düzgün kəsir var. 90 dənənin əgər 72-si ixtisar olunmursa, demək 18 dənəsi ixtisar olunan olacaq. Yəni doğru cavab Y variantı olacaq. Sonra 46-cı suala diqqət edirik. 46-cı sualda bayaq dedik. Demək, bu 40-cı sual idi. 48 yazmışıq. 40-cı daha doğrusu. 48-ci suala baxırıq. 46-cı suala baxırıq. Məxrəci 3300 olan düzgün kəsirlərdən neçəsi sonluqluq kəsr şəklində göstərə bilir. Bayaq buna aid düstur dedik. Məxrəci 3300 olan düzgün kəsir neçəsi sonluqluq kəsr şəklində göstərə bilər. Bunun üçün dedik ki, vurğulara ayırıb 2 və 5-lərin hasilini tapmalıyıq. Hasilindən 1 çıxmalıyıq. 3-ə bölürəm. 11-ə bölürəm. Sonra 2-yə bölürəm. 5-ə bölürəm. 2, 5, 5, 1. 2 və 5-lərin hasili bunlardır. Yəni 33-ü ayırandan sonra 100 qalır da. 100-dən 1 çıxarıq. Cavab eləyər 99 dənəsi düzgün sonluqluq kəsr şəklində göstərə biləcək. Sonra növbəti mövzuya keçirik. 3-cü sual. Kəsirlər müqayisəsinə aiddir. Demək verir bizə 2 dövrdə 41 ilə 2 100-də 41 ədədlərini müqayisə edin. Demək, onluq kəsirlər, dövrə kəsirlər müqayisə etmək üçün onları adi kəsirə gətirməyə ehtiyac yoxdur. Bunları olduqları vəziyyətdə müqayisə edəcəyik. Dövrü kəsir və burada saf dövr onluq kəsir. Yəni bu 41-lərin təkrarlanması deməkdir. Yəni ki, tam dövrdə 41, 41, 41, 41 bunların təkrarlanmasıdır. Amma 2 141 isə sıfırların təkrarlada bilərik. Buradan görünür ki, açıq-aşkar görünür ki, və bura qədəri bərabərdir. Bundan sonrası yuxarıdakı böyükdür. Demək, AB-dən böyükdür. Yəni doğru cavab A böyükdür, B, C variantı olacaq. Sonra 15-ci suala diqqət edirik. 15-ci sualda maraqlıdır. Deyir, hansı 4-də 1 ilə 12-də 7 arasında yerləşir, amma cavablara diqqət etsək 9-dur cavablar. Demək, nə edirik? 4-də 1 kiçikdir 2, kiçikdir 12-də 7. Bunların variantları və özləri arasında məxrəclərini əkov tapacağıq. Variant və özləri. Məsələn, 4, 12, bir də variantlar 9-lar olduğuna görə bunların hamısını əkov tapacağıq. 4, 12, 9 əkov 36 edir. Demək, biz bu kəsrin məxrəcini 36-ya gətirəcəyik bunları. 4-də 1 36-ya gətirmək üçün 9-a vurmalıyıq. 9 1-in 9.
Və 12-ni 7-ni 36-ya gətirmək üçün 3-ə vurmalıyıq. 36-da 21 olacaq. 36, 9 və 36, 21. İndi variantlara baxırıq. Variantlarda demək, 36-ya gətirmək üçün hamısını 4-ə vurmalıyıq. A variantı eləyəcək 36-da 8. Demək 36, 8 yerləşmir. B variantı eləyəcək 36-da 4 yerləşmir. Çünki 9 ilə 21 arasında düşməlidir. C variantı 36-da 20. Doğru cavab C variantı olacaq. D variantı 36-da 4, 8, 32 olacaq, yerləşməyəcək. Y-dəki 28 olacaq, o da yerləşməyəcək. Demək doğru cavab 36-da 20. Demək variantları da nəzərə almaq lazımdır. 20-ci sual. 20-ci sualda deyir ki, A-nın 6-da 5-inin B-nin 4-də 3-ünə, A-nın 6-da 5-inin B-nin 4-də 3-ünə və 2-də 1-nin isə, yəni A-nın 2-də 1-nin isə C-nin 4-də 3-ünə bərabər olduğunu bilərək ABC ədədlərini müqayisə edin. ABC müsbət ədədlərdir. Burada hər iki tərəfi birincidə 12-yə vururam. 12-yə vuranda 6 ilə gedəcək 2 qalacaq. 2, 5-in 10-a bərabərdir. 12-yə vuranda 4 ilə gedəcək 3, 3-ün 9B olacaq. Bunu da 4-ə vururam hər iki tərəfə. Bu 2 ilə gedəcək 2A bərabərdir 3C. Demək, belə bir bərabərlik aldıq. ABC ədədlərini müqayisə edin deyir. Demək, 10A bərabərdir 9B, 2A bərabər 3C. Burada 10A-nın 2A, əgər 2 dənə A hərfi varsa, fərqli bərabərlikdir. Onların əmsallarını eyniləşdirdikdən sonra 3-ün bir-birinə bərabərləyə bilərik. Yəni, bunu da 10A-ya gətirmək üçün 5-ə vurmalıyıq hər iki tərəfini. Bu 10A bərabərdir 5 üçün 15C olacaq. Yəni, biz 10A bərabərdir 9B bərabərdir 15C artıq yaza bilərik. Çünki 10A həm 9B-yə bərabərdir, həm də 15C-yə bərabərdir. Demək, bunlar üçü də bir-birinə bərabərdir. 10A, 9B, 15C. Bunların ABC-ni K-larla ifadə edib, yəni A neçə K-dır, B neçə K-dır, C neçə K-dır yaza bilərik. Necə yazırıq? Bunun üçün 10-a, 9-a, 15-ə, üçünə bir yerdə əkop tapırıq. Bu da 90 eləyir. 90-ı 10-a bölürük A-nın əmsalına 9K, 90-ı 9-a bölürük 10K, 90-ı 15-ə bölürük 6K almış oluruq. ABC müsbət ədədlər olduğuna görə K-ya 1 verirəm, müsbət 1. A olur 9, 10, bu da 6. Demək, bunların içində ən böyükləri B-dir, sonra A-dır, sonra C-dir. Bunu elə qabaqcadan necə bilərdik? Və buradan məsələn 10A bərabərdir 9B bərabərdir 15C yazışından ABC müsbət ədəd olduğuna görə hansı ədəd kiçikdirsə onun yanındakı hərf böyükdür. Yəni 9B əgər 9 dənə B 10 dənə A-ya bərabərdir. Bu demək ki, B A-dan böyükdür, yəni müsbət olduğuna görə. Və 15C 10 dənə A-ya bərabərdir. Demək C A-dan kiçikdir. Çünki 15 dənəsi 10 dənəsinə bərabərdir. Demək, B, A, C olacaq B variantı. Sonra növbəti bölməyə keçirik. Növbəti bölmədə 18-ci suala nişan vurmuşam. 18-ci sualda deyir ki, Arazın bir bağlama dəftəri var idi. Arazın dəftərlərini X götürdüm. O dəftərlərinin 4də 1 hissəsini Gündüzə verdi. Bu Araz idi. Gündüzə 4də 1 hissə verdi. Onda Arazda qaldı 4də 3 X. Çünki X-in 4də 1 X-i getdisə, X çıxısın 4də 1 X 4də 3 X yiyəcək. Bu qaldı. Bunu vermişdi. Deyir, o qalanının 3də 1 hissəsində Elnura verdi. Elnura da qalanının 3də 1 hissəsi. Yəni, nə qədərin? 4də 1 X. Elnura verib. İndi qalmışdı 4də 3 X. Onda Arazda 4də 3 X çıx 4də 1 X. Verdiyini çıxıram. 4də 2 X. O deyir 2də 1 X. Artıq yarısı qalıb Arazda. Bizə deyir ki, o Elnura verdikdən sonra 18 dəftər qaldı. Yəni 2də 1 X bərabərdir 18. Oradan X bərabərdir 36 deyir. Arazın neçə dəftəri var idi? Yəni əvvəldən söhbət gedir 36. Sonra 20-ci suala nişan vurmuşuq. 20-ci suala baxaq. Deyir ki, bir kran çəni 6 dəqiqəyə, digəri isə 9 dəqiqəyə doldurur. Demək, biri 6 dəqiqəyə,
Digər isə 9 dəqiqə doldurur. Hər iki kran 1 dəqiqə açıq olarsa, çənin hansı hissəsi dolmamışdır? 1 dəqiqəyə birinci kran 6'da 1, ikinci kran 9'da 1 hissəsini dolduracaq. Onda bunların eyni iş gördüyünə görə, yəni ikisi də doldurur. Hissələr toplanacaq. 18'də 3 buna düşəcək, 2 buna. 18'də 5 hissəsi dolacaq. Bizdən dolmamış hissəni istəyir. Əgər 18'də 5 dolacaqsa, 18'də 5 çıxaram. Bu da 18'də 13 verər, dolmamış qalar C variantı. 21-ci sualda diqqət edək. 21-ci sualda deyir ki, iki şəhərdən qarşı-qarşıya iki qatar yola düşür. Fərz edək ki, bir şəhər və ikinci şəhər burada olsun. Qarşı-qarşıya qatar yola düşür. Deyir, qatarlar hərəkətə, birinci qatar bu yolu deyir, 4 saata gedir. İkincisi isə 6 saata gedir. Yəni birincinin sürəti saatda, yox, daha doğrusu, birinci 4 saata gedir. Zaman, sərf elədiyi zaman 4 saatdır. İkincisinin sərf elədiyi zaman isə 6 saatdır. Deyib, 1 saat, hərəkətə başlayan 1 saat sonra onlar arasında məsafə bütün yolun hansı hissəsini təşkil edəcək? Fərz edək ki, bütün yolu S-dir. Birinci qatar 4 saata gedirsə, 1 saata yolun 1/4'ini gedəcək. 1/4'i. İkinci qatar 6 saata gedirsə, 1 saat için yolun 6/1'ini gedəcək. Onlar arasında qalan məsafəni istəyir. Onlar arasında qalan məsafəni tapmaq üçün biz 4/1 ilə 6/1 toplayıb ümumidən çıxmalıyıq. Yəni x-i tapmaq üçün 4/1 ilə 6/1 toplamalıyıq və ümumidən çıxmalıyıq da. Demək, x-i tapmaq üçün ümumidən bunların cəmi çıxmalıyıq. Bu da s çıxılsın 12'də 3 buna düşür, 2 buna, 12'də 5s. O da bərabərdir 12'də 12s-dən 12'də 5 çıxanda 12'də 7s. Yəni ümumi yolun 12'də 7 hissəsi qalacaq. Devam edirik 27. 27-ci sualda deyir ki, bir briqada müəyyən işi 7 saata, digəri 6 saata yerinə yetirir. Demək, bir briqada 7, digər isə 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr. Bu, əgər 7 saat işləyirsə, 3 saata ümumi işin 7/3 hissəsini görəcək. Digər isə 6 saat görsə, onlar ümumi işin bu da 6/3 hissəsini görəcək. İşin hansı hissəsi görülməmiş qalar. Onda biz bunu toplamalıyıq. 42'də 6 buna 7 buna düşsə 18, 21, 39. 42'də 39 hissəsi görüləcək. Onda 42'də 42'dən 42'də 39'u çıxsaq, bu da 42'də 3 verəcək. Bu da ixtisar gedir 3'ə. 14'də 1 hissəsi qalacaq. Yəni D variantı. Sonra 38. 38 tipli suallar necə həll olunur? 38 tipli suallarda deyir, B ədədi A ədədinin 5/3 hissəsidir. Yəni B ədədi A-nın 5/3 hissəsidir. C ədədi A-nın 4/1 hissəsidir. Deyir, bəs B minus C ədədi B plus C ədədinin hansı hissəsidir? Bizdən bunu istəyir. Onda B və C-nin yerinə A-dan olan qiymətlərini yazırıq. B-nin yerinə 5/3 A çıxılsın, C-nin yerinə 4/1 A. Eyni şey məxrəcdə də yazırıq. 5/3 A plus 4/1 A. Ortaq məxrəc bunlara 24 dəfə 12 A-nın 5 A-nın çıxanda 7 A. Burada da toplanacaqlar. 20'də 12'nin üstüne 7 gəndə 19 A. 20 ilə 20 A-nın A gələcək, qalacaq. Cavab 19'da. Demək, düz toplamadıq deyəsən. 5/3, 4/1. 20 ortaq məxrəc, 4 üçün 12A çıxılsın 5A. 7A qalacaq, düzdür. Məxrəcdə də 20, 4 buna düşəcək 12, 5 buna düşəcək 17. 17 eləyəcək, 19, 17. 17'də 7 olacaq, doğru cavab. 17, 7 C variantı. Sonra 42 tipli suallara baxaq. 42 tipli sualda da yenə hovuz məsələsi 42. Deyir, bir nasos hovuzu 4 saata doldurur. İkincisi 6 saata boşaldır. Bir 4 saata doldurur. Digər isə 6 saata boşaldır.
Birinci nasos 3 saat, ikincisi isə 1 saat işləsə. Birinci nasos 3 saat işləsə, işin 4də 3 hissəsini görəcək. İkinci nasos 1 saat işləsə isə, işin 6da 1 hissəsini görəcək. Birinci nasos doldururdu, ikinci nasos boşaldırdı deyə, yəni işlər çıxılacaq, hissələr çıxılacaq. Görək nə qədəri dolmuş bu, dolan hissə olacaq. Yəni dolmuşdan boşalanı çıxırıq axı. Ona görə dolanı tapırıq. 12-də 3 buna düşəcək. 9 çıx 2. Bu da 7. 12-də isə dolacaq. Bizdən deyir hansısa dolmamış qalar. 12-də 12-dən 12-də 7-ni çıxaraq. Bu deyir 12-də 5. Demək B variantı olacaq. 50-ci sual. 50-də deyir ki, sinifdəki oğlanların sayı sinifin bütün şagirdlərin sayının 4də 1-dən çox, 3də 1-dən azdır. Demək, oğlanlar ümumi sinifin 4də 1-dən çox, 3də 1-dən azdır. Sinifdə ən çox neçə oğlan? Onda oğlanlar bütün sinifin. Bütün sinif demək belə eləyək. 4də 1 ilə 3də 1-in məxrəcini bərabərləşdirək. 12-də 3 bu eləyəcək. Oğlan bütün sinif. Bu da 12-də 4 eləyəcək. 12-də 3 ilə 12-də 4 arasında ədəd görünmədiyinə görə biz məxrəcini 2-yə vuracaq. Məxrəc və surətlərini. Bu eləyəcək 24-də 6 və 24-də 8. Demək, oğlanlar bütün sinifin 24-də 7 hissəsi ola bilər. Yəni, başqa şeylər də ola bilər. 2-yə vursaq 48-də, məsələn, 12 ilə 48-də 16 arasında 48-də 13 ola bilər, 48-də 14 ola bilər, 48-də 15 ola bilər. Sadəcə ən kiçik hissədir bu. Ən az olarsa deyir. Sinifdə ən azı neçə oğlan şagird var? Yəni, oğlanlar bütün sinifin 24-də 7 hissəsində ən azı neçə nəfər ola bilər? 7 nəfər oğlan ola bilər. Ümumi sinifin ən az sayını hissəsi 24 nəfər olardı. Ən az oğlan şagirdi 7 olacaq. Və sonuncu suala diqqət edirik. 52-ci sual. 52-ci sualda deyir ki, birinci kran boş hovuzu 24 dəqiqəyə. 24 dəqiqə. İkinci kran isə 36 dəqiqə doldurur. Dolduranlardır. Üçüncü kran isə 72 dəqiqə boşaldır. Onda 24-də 1, üstə gəl 36-da 1, çıx 72-də 1. Çünki çıxılır, boşaldırdı bu. Ortaq məxrəc 72, 3 buna düşəcək, 2 buna, 1 buna. 5 çıx 1, 4. Deyir 18-də 1 hissəsi dolar. Yəni bunu da 1 bölü x-ə bərabər etsək, sonra 18. Yəni 18 saata bunlar üçü eyni vaxt açılsalar 18 dəqiqə daha doğrusu. 18 dəqiqə dolacaq. Deyir boş hovuzun 4də 3 hissəsi neçə dəqiqə dolar? Əgər iş bütöv 18 dəqiqə olursa 14də 3 hissəsi neçə dəqiqə dolar? İxtisar edirəm. 2, 9, 27 bölü 2. 27-nin yarısı 13,5 dəqiqəyə tam dolacaq. Belədir şagirdlər, bununla da addi və onluq kəsrə aid suallarımız sona yetdi. Sağ olun, növbəti videoda görüşənədək.